Salam əziz şagirdlər. Bugün yediyimiz qidalar hansı prosesdən keçir mövzusunun izahına baxacağıq. Ümumiyyətlə bizim yaşamağımız üçün müəyyən qədər bizə enerji lazımdır və bu enerjini qida hesabına əldə edirik. Yəni gündəlik qidalanırıq və onun hesabına da enerji əldə edirik. Yəni bu qidalar yedikdə lazım olan maddələrimiz, vitaminlərimiz hamısı keçir həzm sistemi vasitəsilə qanımıza. Gəlin baxaq görək həzm sistemi dedikdə nə nəzərdə tutulur. Ümumiyyətlə həzm sisteminin ardıcıllığı vardır. Ağız boşluğu, ondan sonra qida borusu, daha sonra mədə, nazik bağırsaq, yoğun bağırsaq və anus. Bu həzm sisteminin ardıcıllığıdır. Yəni sizdən soruşulanda ki, həzm sisteminin ardıcıllığı nədir? Bu ardıcıllığı sırası ilə deyirsiniz. Gəlin bir baxaq görək bu hissələr, yəni ağız boşluğu, qida borusunun funksiyaları nədən ibarətdir? Birinci başlayırıq nədən? Ağız boşluğundan. Ağız boşluğunda uşaqlar dişlər, dil və ağız suyu vəzisi yerləşir. Hər birinin də özünün funksiyaları vardır. Dişlərin funksiyası qidanı xırdalamaqdır, qidanı kəsməkdir və qidanı parçalamaqdır. Ağız suyu vəzisi də ifraz etdiyi maye qidanı isladır, yumşaldır və onun udulmasını uşaqlar asanlaşdırır. Dil isə Dil isə qidanı ağız suyu ilə qarışdırır və onu çox kiçik hissələr halında qida borusuna ötürür. Özünüz də görürsünüz, biz yemək yeyəndə, məsələn, biz çörəyi çeynəyəndə dişlərimiz onu xırdalayır, ağız suyumuz isə onu yumşaldır və ona görə biz rahat şəkildə uduruq. Sonra gəlir ondan sonra, yəni ağız boşluğundan sonra gəlir nə? Qida borusu. Qida borusu isə ağız boşluğu ilə uşaqlar, baxın buradadır, ağız boşluğu ilə mədəni birləşdirir. Mədəni birləşdirir. Və qida borusu boru şəklindədir, əzələli orqandır. Niyə biz bunu əzələli orqan deyirik uşaqlar? Çünki orada bir dalğavari hərəkət lazımdır ki, orada olan qida sürüşərək getsin, mədəyə gəlib çatsın. Ona görə o dalğavari hərəkəti etmək üçün əzələ lazımdır. Deməli, əzələli boru şəkilli orqandır qida borusu. Qida borusunun əzələləri yığılıb boşalır və gördüyünüz kimi burada da qeyd edir, dalğavari hərəkət edir. Və bu hərəkətlər sayəsində də qida mədəyə doğru ötürülür. Və yadımızda saxlayırıq ki, uşaqlar, qida borusunda udulan qidanın tərkibində dəyişiklik olmur. Sadəcə bir yoldur, elə düşünək. Yoldur, mədəyə gedir. Heç bir dəyişiklik olmur. Sonra gəlirik mədəyə. Qida mədəyə düşdü. Bura bir qida düşdü. Mədə uşaqlar qalın, əzələli divara malik bir orqandır. Mədənin divarında nə ifraz olunur? Şirə ifraz olunur. Yadda saxlayırsınız. Mədənin divarında əzələlərin yığılması sayəsində həm mədə şirəsi, axı içərisində şirə var, həm mədə şirəsi, həm də qida tam şəkildə qarışır və qida həzm olunmağa başlayır. Həzmdə 4-6-8 saat ərzində olur və həll olunduqdan sonra ki, hansı ki qida tam şəkildə orada mədə şirəsində həll oldu, ondan sonra qismən həzm olunmuş qida horrası nazik bağırsağa ötürülür. Yəni biz mədədə nə deyirik uşaqlar? Parçalanma prosesinin getdiyini deyirik. Daha sonra mədədən qida hara ötürülür? Nazik bağırsağa ötürülür. Nazik bağırsaqda nə baş verir? Nazik bağırsaqda mədədən gələn qida horrası mədə altı vəzinin və qaraciyərin ifraz etdiyi şirə ilə qarışır uşaqlar. Deməli, mən deyəcəm ki, nazik bağırsağı iki orqandan, həm mədə altı vəzidən, həm də ki, qaraciyərdən, hansı ki, qaraciyərin hazırladığı maddəyə biz öd deyəcəyik, öd. Yəni, ödün axarı açılır hara? Nazik bağırsağa. Və bununla da nə baş verir uşaqlar?
deməli həzm etməyə başlayır. Yəni qida maddələri parçalanır və qana sorulmağa başlayır. Qida maddələri burada da qeyd edib sizin üçün. Qida maddələri həzm olunaraq nə edir? Qana sorulur. Yəni sizə soruşulanda ki, nazik bağırsağı hansı vəzlərin axacağı açılır? Deyirsiniz, mədə altı vəzini və qaraciyərin axacağı açılır və ora xüsusi şirə ifraz edir ki, qida maddəsi burada neynəsin? Parçalansın. Sonra isə parçalandıqdan sonra burada nazik bağırsaqdan sonra yoğun bağırsaq ki, baxın bu yoğun bağırsaqdır uşaqlar. Yoğun bağırsaq budur. Yoğun bağırsağı. Yoğun bağırsaq nazik bağırsağa nisbətən daha qısa olur. Deməli nə deyəcəyik? Deyəcəyik ki, nazik bağırsaq uzundur. Yoğun bağırsaq ona nisbətən nədir uşaqlar? Qısadır. Amma nazik bağırsağa baxanda qısadır. Və yoğun bağırsaqda həzm olunmamış qida qalıqları tərkibindəki mayenin qana sorulması başa çatır və nəcis kütləsi formalaşır. Deməli, nə deyəcəyik? Deyəcəyik ki, artıq qalan su yoğun bağırsaqda sorulur. Tamam mı? Deməli, su yoğun bağırsaqda soruldu. Sonra dedik ki, nəcis formalaşdı. Nəcis də anus vasitəsilə həzm kanalının sonudur anus və nəcis oradan da bədəndən xaric olunmuş oldu. Tamam mı? Bu bizim həzm sistemimizdir. Deməli, biz burada nəyə bilməliyik? Bilməliyik ki, mədədə parçalanma getdi. Nazik bağırsaqda parçalanma və sorulma getdi. Yoğun bağırsaqda isə uşaqlarına baş verdi. Sorulma prosesi baş verdi. Tamam mı? Bu da bizim həzm sistemimizin qısa izahı idi. İnşallah digər izahlarda görüşərik.